bir qədər də Kəpəzlə bağlı fikirləriniz maraqlıdır. Artıq Kəpəz neçə mövsümdür, elitadadır, amma çətinliklərlə liqada qalmağı bacarır. Bu il də komanda sonuncu pillədədir. Yenə böyük hesabla məğlub oldu. Uzun müddət futbolumuzda çalışmısınız. Gəncənin futbol sferasındakı yerini, problemlərini bilirsiniz. Bu Kəpəzin başının üzərindən qara buludlar heç də çəkilmir. Bu komandanın dərdi nədir? Bu komanda niyə düzəlmir? Yəni Kəpəz deyəndə ağlımıza iddialı, çempionluğa oynayan Kəpəz gəlir, amma nə yazıq ki, bir qədər soyuq başla düşünəndə görürük ki, həmin Kəpəz Mehman Allahverdiyevin dönəmində qaldı, üzərindən artıq 20 il keçir. Nə düşünürsünüz? Niyə həmin Kəpəzi görə bilmirik? Tək Kəpəzlə bağlı deyil. Ümumiyyətlə, bugün Azərbaycanda klub futbolunun inkişafı ilə bağlı çox böyük problemlər var. Bu günləri Məhkidən başqa komandalara kim desən futbolçu transfer edir. Bu günləri ən böyük problem Azərbaycan futbolunda Azərbaycan futbol klublarına gətirilən futbolçuların məhkilər tərəfindən deyil, ayrı-ayrı adamlar tərəfindən gətirilməsidir. Mən tam səmimi deyirəm, siz araşdırsınız, baxsınız da görərsiniz ki, Kəpəz komandasına gətirilən futbolçuların bir çoxunun məhkilinin xəbəri yoxdur. Ona görə də bu tendensiyalar aradan qalxmayınca, peşəkar və öz işini bilən insanlar futbolda olmayana qədər tək Kəpəz yox, hər yerdə bu baş verəcək. Ona görə biz çalışmalıyıq ki, bu günləri Azərbaycan futbolunu peşəkar, öz işini bilən və futbolu düzgün qiymətləndirən insanlar idarə etməlidir. Bu olmadıqca bu problemlər bütün klublarda, bütün komandalarımızda baş verəcək. Razıyam, dəyərli fikirlərinizə qatılıram. Yaşar müəllim, həqiqətən klublarımız uşaq futboluna diqqəti ayırmalıdır, uşaq futbolunu daim nəzarətdə saxlamalıdır. Yəni dövlət də bundan artıq nə edə bilər ki, öz dəstəyini göstərir. Bütün klublarımıza artıq neçə ildir dövlət dotasiyası ayrılır. Məqsəd təbii ki, burada Azərbaycan futboluna xidmət etmək, Azərbaycanlı futbolçuları inkişaf etdirmək deyə düşünürəm ki, klublarımız da bunu diqqətdə saxlamalıdırlar.